İndi bunun üzərindən studiyamızda geniş şəkildə müzakirə də aparacağıq, müxtəlif istiqamətlərə toxunacağıq. Studiyamızın qonağı isə siyasi şərhçi Əhməd Şahidovdur. Əhməd bəy, zəhmət olmasa buyurun. Sağ olun, sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Əhməd bəy, birinci elə ondan başlayaq ki, Ukrayna nümayəndə heyəti artıq Amerika Birləşmiş Ştatlarına gedib. Nümayəndə heyətinin tərkibini də az öncə açıqladım və Müdafiə Şurasının katibi var, Xarici İşlər Nazirinin muavini var. Steve Witkoff onlardan danışacaq. O Witkoff ki, gələn həftə Rusiyada nümayəndə heyətinin rəhbəri olacaq. Sizcə bu danışıqlardan istənilən bir nəticə çıxacaqmı? Yəni, artıq şərtlər bəllidir. Ukrayna üçün kifayət qədər ağır, Rusiya üçün isə qənaətbəxş görünür. Ümumiyyətlə, Ukrayna ilə bağlı danışıqlarda həll edici bir mərhələyə yaxınlaşır deyə bilərik. Çünki artıq 3 ildən artıqdır ki, gedən bu müharibə son mərhələyə gəlib çatıb. ABŞ prezidenti Donald Trump'ın təklif elədiyi 28 bəndlik sülh planı hər nə qədər Ukrayna üçün, eləcə də Avropa üçün qəbul edilməz olsa da, artıq Ukraynanın başqa bir çıxış yolu qalmayıb. Artıq ABŞ-la Rusiya arasında danışıqların əsas müddəaları razılaşdırılıb. Heç şübhəsiz ki, Kremlin sözçüsü Dmitri Peskov açıq şəkildə bəyan elədi ki, Ukrayna ilə bağlı danışıqları biz yalnız ABŞ ilə aparıq. Bu həm də bir mesajdır Ukraynaya ki, Ukrayna bu danışıqlarda heç bir halda subyekt deyil, əksinə obyektdir və Avropa ölkələri də bu danışıqlarda heç bir əhəmiyyətli rola sahib deyil və əsas müzakirələr və razılaşmalar bugün Vaşinqton və Moskva arasında aparılır və kifayət qədər də əsas müddəalar razılaşdırılır. Müddəalar nədən ibarətdir? Bu sülh planına əsasən istənilən halda Ukrayna ərazi güzəştlərinə gedir. Bu Rusiyanın hal-hazırda zəbt elədiyi torpaqlar üzərində faktiki nəzarəti həyata keçirir və daha sonra Ukraynanın bəlli bir sayda, yəni 600 min şəxsi heyətdən çox olmayaraq bir orduya sahib olması, gələcəkdə NATO üzvlüyündən tam şəkildə imtina olunması və bunun Ukraynanın dövlət konstitusiyasında öz əksini tapması, Avropa İttifaqına üzvlükdən tam imtina olunması və Ukraynanın gələcək taleyini siyasi şura adlanan, əslində Ukraynanın özünün əlində olmayan bir idarəçilik mexanizmi tərəfindən idarə olması. Bu, bir ölkə üçün təbii ki, ağır şərtlərdir. Ölkənin suverenliyinin, ərazi bütövlüyünün itirilməsi və bu şərtləri qəbul etməkdən başqa, çox təəssüf ki, Ukraynanın bir real seçimi yoxdur. Əks halda bu müharibə, bu hərbi əməliyyatlar daha da davam edəcək. Hətta bu sülh danışıqlarının davam elədiyi günlərdə belə Rus ordusu hətta paytaxt Kiyevə belə hava zərbələri endirir. Mülki infrastruktura, yaşayış binalarına zərbələr endirir. Ölənlər var, yaralananlar var. Bu artıq müharibədə bir prezident yaradıb ki, mülki obyektlərə, inzibati binalara, yaşayış binalarına zərbələr endirmək normal qəbul olunur. Bu artıq Rusiyanın timsalında. Bu həm də bir Kiyevə mesajdır ki, bu sülh şərtləri qəbul olunmasa hərbi əməliyyatlar davam edəcək. Eyni zamanda ABŞ-dan yardımın kəsilməsi faktiki olaraq Ukraynanın tam şəkildə məğlubiyyəti demək. Digər tərəfdən, təbii ki, bu şərtlərin qəbul olunması Ukraynada böyük bir daxili parçalanmaya, siyasi böhrana gətirib çıxaracaq. Artıq ayrı-ayrı məmurların, xüsusən də Zelenski komandasına yaxın olan aparıcı fiqurların, Yermak kimi şəxslərin istifaya göndərilməsi, bu artıq Zelenskinin siyasi çevrəsinin də daraldığını göstərir və əgər bu sülh planına imza atarsa Zelenski, bir siyasi fiqur olaraq, dövlət adamı olaraq onun gələcək karyerası artıq sual altındadır. Ölkə daxilində belə bir sual ortaya çıxacaq. Son 3-4 il ərzində yüz minlərlə insanını itirən, milyonlarla insanı Avropanın müxtəlif ölkələrində qaçqın həyatı yaşayan, şəhərləri dağıdan, iqtisadiyyatı çökən bir Ukrayna sonunda belə bir təslimiyyətçi bir sülhə mi imza atır və nəticədə ərazilər mi itirilir? Nəyə görə biz o zaman bu müharibəyə başladıq? Təbii ki, bu Zelenskinin siyasi karyerasının sonu deməkdir. Hətta daha radikal qüvvələrin hakimiyyətə gəlməsi anlamına gəlir ki, bugün Ukrayna üçün çox çətin bir seçim qarşısındadır. Əhməd bəy, siz elə Yermakın istifasından danışdınız. Ümumiyyətlə, onun mənzilində axtarış aparılması məsələsi dünən elə gündəmə də bomba kimi düşdü. Daha sonra isə Zelenski bu məsələ ilə bağlı da açıqlama verdi. İstəyərdim ki, həmin o açıqlamanı da izləyək. Daha sonra sizlə bununla bağlı daha detallı danışaq.
Yaxın vaxtlarda Amerika tərəfi ilə görüşlər keçiriləcək. Ukraynanı ABŞ ilə danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Xarici İşlər Nazirliyinin və Kəşfiyyat Xidmətinin əməkdaşları təmsil edəcəklər. Bəli, elə bu nitqin əvvəlində də deyirdi ki, Yermak istefa verib və o hətta cəbhəyə gedəcəyini deyib və bu onun qərarı kimi qiymətləndirilir. Amerika Birləşmiş Ştatları ilə də bilirik ki, Ukrayna danışıqları artıq başlayır, yəni nümayəndə heyətini də göndərib. Bu baxımdan Yermakın istefası prezident ofisinin rəhbərinin istefasıdırsa, sizin də dediyiniz kimi birbaşa Zelenski ilə gec ya tez bunu bağlayacaqlar, yəni daha dərin kontekstdə və prezident ofisinin rəhbərinin əslində korrupsiyada bir növ günahlandırılması, bu istiqamətdə axtarışına aparılması növbəti mərhələdə Zelenski ilə bağlı da bu addımların atılmasına gətirib çıxarılacaqmı, yoxsa prezident olduğu üçün hələ bir müddət müharibə bitənə qədər bu məsələ biraz kənarda saxlanılacaq? Ümumiyyətlə bu Ukraynada korrupsiya məsələsi hələ müharibədən əvvəl də hər zaman gündəmdə olub. Xüsusən də hələ Krımın işğalından sonra Ukraynaya Avropadan axan milyardlarla dollar yardımlar, ianələr fonunda bu vəsaitin öz məqsəd yönlü istiqamətdə xərclənib-xərclənməməsi ilə bağlı Avropada müəyyən suallar var idi. Sadəcə Ukrayna müharibə şəraitində olduğu üçün bu məsələləri çox da qabartmırdılar. Amma artıq müharibədən gözlənilən nəticələr əldə olunmadıqca, Ukrayna ordusunun həyata keçirdiyi hücumlar, əks-hücum əməliyyatları real nəticə vermədikcə, haqlı olaraq Qərbdə də belə suallar yaranır ki, bəs bu vəsait hara xərclənir, əgər real bir nəticə yoxdursa. Amma bugün sülh planının qəbul olunması prosesində xüsusən də bu Donald Trump'ın təklif elədiyi bu sülh planına qarşı çıxan əsas figurlar ki, onlardan biri də Yermak idi. Hər zaman öz açıqlamalarında bildirir ki, Ukrayna heç zaman ərazi güzəştinə getməyəcək. Bu bizim üçün qəbul edilən deyil. Məhz bu figurların siyasi arenadan çıxarılması üçün bugün o antikorrupsiya məsələləri bununla bağlı Yermakın ofisində, evində axtarışlar aparması bu heç də təsadüf deyil. Yermakın ardınca bu kimi məmurların, yəni Ukraynanın təslimiyyətçi sülhə imza atmasına etiraz edəcək, buna müqavimət göstərəcək məmurların da bir sıradan çıxarılması gündəmdədir və daha loyal sülh planına imza atacaq və buna normal qarşılayacaq. Hətta gələcəkdə Steve Witkov'un dediyi kimi ABŞ, Rusiya, Ukrayna ticarət əlaqələrindən normal yanaşacaq məmurların hakimiyyətə gətirilməsi planda var. Çünki əgər bu plan imzalanacaqsa, Ukrayna daxilində buna müqavimət göstərəcək güclər, onların sayı minimuma endirilməlidir. O ki, qaldı Zelenskiyə. Təbii ki, Zelenski bir dövlət başçısı olaraq bu sülh planına qarşıdır. Heç bir halda ərazi güzəştinə getmək istəməz. Amma məcburiyyət qarşısında qalıb bu sülh planına sonunda imza atacaq. Hələ ki, müəyyən dəyişikliklər edilməsinə çalışır Avropa ölkələrinin. Yəni ərazi güzəştlərinə Əhməd bəy getməyə məcbur mu qalacaq deyirsiniz? Məncə məcbur qalacaq. Çünki Avropa ölkələri liderləri ilə Zelenskinin apardığı görüşlər zamanı Avropa liderlərinin də 24 bəndlik düzəlişlər paketi oldu ki, onlar Ağ Evə təqdim edilər. Amma nəticədə onların heç biri qəbul olunmadı. Yenə son söz Trumpla Putin arasında gedən razılıqdan ortaya çıxacaq ki, burada artıq Avropa kənardan müşahidəçi qismində çıxış eləyir. Avropa ölkələrinin funksiyası nədən ibarət ola bilər? Onlar sadəcə Ukraynaya o sülh planından sonra, sülhdən sonra müəyyən humanitar yardımlar göstərilməsi, Ukraynanın bərpası üçün müəyyən dəstək göstərməsi. Amma heç bir halda bugün Avropa ölkələri həmin sülh planına təsir imkanına malik deyirlər və bu baxımdan Zelenski məcbur qalıb o sülh planına imza atacaq və onun gələcək taleyi, bilirsiniz ki, sülh planının şərtlərindən biri də imzalandıqdan 100 gün sonra, 100 gün ərzində Ukraynada yeni seçki keçirilməlidir ki, Zelenski artıq həmin seçkilərdə öz namizədliyini irəli sürməyəcək, ya Avropa ölkələrindən birinə köçəcək, oradan bir siyasi sığınacaq alacaq. Amma heç bir halda Vladimir Zelenskinin artıq Ukrayna daxilində siyasi karyerası görünmür. Çünki ona qarşı daxildə bir həm korrupsiya ittihamları var, həm təslimiyyətçi sülhə imza atan, belə deyək, satqın bir lider kimi artıq belə bir fikirlər formalaşır. İstənilən halda Ukrayna sülhə imza atacaqsa, Ukraynadakı gələcək hakimiyyət bu sülhün qorunub saxlanılması, bu şərtlərin heç bir halda pozulmaması üçün çalışan bir hakimiyyət
hakimiyyəti olacaq. Amma istənilən halda bütün ssenarilər üzrə Ukrayna artıq burada itirən tərəfdir. Əhməd bəy, biz beynəlxalq hüququn işləmədiyi bir nöqtəyə gəlmişik. Yəni, Ukrayna əraziləri işğal olunur, Rusiya istədiyi qədər irəliləyir və dünya bu barədə səsini qismən çıxarır, tam olaraq çıxarmır. Nəticə etibarı ilə Ukraynanı məcbur eləyirlər ki, ərazi itkiləri ilə barışmalısan, hətta işğala məruz qalsan belə. Və bunu edən Amerika Birləşmiş Ştatlarıdır həm də. Bu kontekstdə də dünya mediasında bu proseslər fərqli şəkildə şərh olunur. Elə istəyərdim ki, az öncə bir jurnalın üz qabığını təqdim etmişdik. Həmin o fotonu yenidən ekrana gətirək. Sizinlə də bunun üzərindən şərhlər aparaq. Xahiş edəcəm, bəli. Week nəşrinin əsas səhifəsində belə bir foto var. Düzdür, həmin o karikatura Trumpa aiddir, amma geyim nəyi deyir əslində, bu obraz nəyi deyir və Rusiya-Ukrayna danışıqları ilə bağlıdır bu obrazın yaradılması. Yəni, müxtəlif yanaşmalar var. Elə bu yanaşmanın üzərindən təhlil aparsaq, beynəlxalq hüququn işləmədiyi bir mərhələdə hansısa ölkənin işğalla barışmağa məcbur qalma, yəni nə qədər məcbur qalmalıdır belə bir vəziyyətə? Yoxdurmu belə bir mexanizm? Sizə həm də bir hüquq müdafiəçisi kimi sualım var. Əslində, yeni bir təcrübə deyil. Elə öz ölkəmizin təcrübəsindən baxsaq, xatırlayırsınızsa 90-cı illərin əvvəllərində Azərbaycan ordusu dağılmış vəziyyətdə idi, cəbhədə hər gün itkilərlə, ərazi itkiləri ilə üz-üzə idi və o zaman Ulu Öndər Heydər Əliyevin atdığı müdrik addımlardan biri də 1994-cü ilin may ayında atəşkəs imzalanması idi. Çünki o şərtlərdə belə, həmin günlərdə belə Azərbaycana təzyiqlər var idi ki, xeyr, sülh müqaviləsi imzalansın və faktiki olaraq itirilmiş torpaqlar Ermənistan tərəfinə verilsin. Amma Ulu Öndərin atəşkəs imzalanmasından sonra Azərbaycan 30 il ərzində sürətli inkişaf yolu keçdi və bu müddət ərzində biz nəyi gördük? ATƏT Minsk qrupu adı altında Fransa, Rusiya və ABŞ-dan ibarət həmsədrlər var idi. Onlar lüks həyat yaşayaraq hər ay demək olar ki, Cənubi Qafqaza səfərlər edirdilər, Azərbaycana, Ermənistana, o zaman işğal altında olan Qarabağ torpaqlarına və bu nəticələrdə, bu görüşlərdə əsas nəticə nədən ibarət idi? Ermənistanın faktiki olaraq o zaman işğal etdiyi torpaqların Ermənistan tərəfində qalması və Bakının, Azərbaycanın buna razılıq verməsi. Yəni, çalışırdılar ki, Azərbaycanı inandırsınlar, razı salsınlar ki, artıq olan olub, bitən bitib, müharibə artıq bitib. Bu münaqişənin hərbi yolu mümkün deyil. Ona görə siz barışmalısınız. Müəyyən torpaqları, Qarabağ ətrafında olan əraziləri, rayonları Azərbaycana qaytarmaqla faktiki olaraq o zamanki o separatçı rejimin müstəqilliyini Azərbaycan tanımalıdır. Əgər Azərbaycan bu belə deyək, qəbul edilməz bir sənədə imza atsaydı, biz artıq beynəlxalq ölkələrin də şahidliyi ilə o torpaqları itirmiş olacaqdı. Faktiki olaraq heç bir halda onu geri ala bilməyəcəkdik. Amma Azərbaycan səbir göstərdi, səbir nümayiş elətdirdi. Dünyada tərəfdaşlarını, dostlarını daha da artırdı. İstər Türkiyə olsun, İsrail olsun, Pakistan olsun və öz gücünə nəhayət ki, bunun qısa bir müddət ərzində həll elədi. Yəni, Azərbaycan prezidenti Cənab İlham Əliyev də bir neçə ay bundan əvvəl Şuşada keçirilən forumda bildirdi ki, Ukrayna xalqı heç bir halda işğalla barışmamalıdır. Amma təəssüflər olsun ki, bugün Ukraynanın timsalında biz nəyi görürük? Uzun illərdə Avropadan gələn vədlər, dəstəklər əslində yalancı imiş, müəyyən nöqtəyə qədərdir. Bugün Avropa paytaxtlarında belə Ukraynaya dəstəyin artıq mümkün olmadığını, Ukraynaya sonsuza qədər dəstək göstərilmənin mümkün olmadığını göstərirlər. Faktiki olaraq Ukraynanı Rusiya ilə lazımsız müharibəyə təhrik edib, bugün arxasından qaçırlar və Ukrayna təəssüflər olsun ki, təslimçi bir sülhə imza atmaq məcburiyyətində qalır. Əks halda daha yeni torpaqlar itirmək və daha 10 minlərlə, 100 minlərlə insanını itirmək məcburiyyətində qalacaq. Yəni, bu itkilərə getməsin deyə hesab edirsiniz ki, əgər bu sülh müqaviləsi imzalansa, atəşkəs deyil, yəni qalıcı bir sülh müqaviləsi imzalansa ki, ABŞ, Rusiya və Avropa ölkələri də buna şahidlik etsə, bu artıq geri dönüşü olmayan bir prosesdir. Bu artıq həmin o işğal altında olan ərazilər faktiki olaraq Rusiyanın nəzarətində qalacaq. Dünya ölkələri bunu Rusiya ərazisi kimi tanımasa belə, artıq onların geri dönüşü mümkünsüzdür. Çünki elə sülh planına əsasən Ukrayna heç bir halda əmin əraziləri geri qaytarmaq təşəbbüsündə olmamalıdır. Əhməd bəy, bir də istəyərdim ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun bir açıqlaması var. Ukraynada baş verən bu korrupsiya qalmaqlarının
qalmaqalına təbii ki, öz yanaşmalarını sərgiləyiblər. Nəyə toxunub, əvvəlcə onu izləyək, daha sonra müzakirəmizi davam etdirək. Ukraynada baş verən korrupsiya qalmaqalla və Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın evində aparılan axtarışlar Kiyev rejiminin siyasi sistemini sarsılacaq. Yermakın evində axtarışın getməsi o deməkdir ki, Kiyevdə Ukrayna üçün son dərəcə mənfi nəticələrə səbəb ola biləcək korrupsiya qalmaqalı genişlənir. Bəli, elə Rusiya bu məsələdən bu şəkildə istifadə eləməyə çalışır. Yəni, Rusiyanın da maraqlarına uyğundur belə bir addımın atılması. Amma burada bir də Avropa İttifaqı məsələsi var. Avropa İttifaqı Bloomberg'də yazır ki, bu proseslərdən ümumiyyətlə kənarda saxlanılır. Çox məhdud formada iştirakına icazə verilir. Avropa da bundan narazıdır. Bir tərəfdən də Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri ilə görüşür. Kifayət qədər səmimi görüntülər ortaya çıxır ki, Avropa İttifaqı liderləri həm də bundan narazılarını bildirirlər. Sanki indi meydanda təkcə Ukrayna tək deyil, həm də Avropa İttifaqı sıxışdırılır və bu kontekstdə Birləşmiş Ştatlar Avropa İttifaqının mövqeyini tam olaraq nəzərə alacaq. Ümumiyyətlə, Dmitri Peskovun bu açıqlamaları sırf Rusiya narrativlərindən irəli gələn açıqlamalardır və daxili auditoriya üçün hesab alınır ki, görürsünüz, Rusiya bu müharibədə qələbə qazanır, Ukrayna daxilində siyasi böhran, parçalanmalar var və digər tərəfdən əgər bu sülh planı reallaşarsa, təbii ki, Rusiyanın istəkləri tam və ya qismən şəkildə öz əksini tapır, reallaşır və bu Avropa daxilində parçalanmaya gətirib çıxaracaq təbii ki. Çünki uzun illərdir ki, Brüssel mərkəzli Avropa Birliyi, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları həyata keçirir, Ukraynaya hərbi, siyasi, maliyyə yardımı göstərirdi. Amma bugün Rusiyanın ABŞ-la sülh planını razılaşması və bu sülh planı reallaşarsa, artıq Avropa daxilində də Rusiyaya qarşı münasibətdə fikir dəyişiklikləri öz əksini tapacaq. Yəni, zaten Slovakiya olsun, Macarıstan olsun, bunlar zaman-zaman Rusiyaya qarşı sanksiyalara əleyhinə çıxış edən ölkələr idi. Amma Rusiya bu müharibədə istədiyinə nail olarsa və bu sülh planı Moskvanın istədiyi şərtlər daxilində imzalanarsa, Avropa daxilində ciddi parçalanmalara yol açaraq Macarıstan, Slovakiya və daha digər ölkələr artıq Rusiya ilə münasibətlər qurmaq və az öncə sizin də dediyiniz kimi ABŞ prezidentinin müşaviri Steve Witkovun da müharibəni dayandırmaq və daha çox ticari əlaqələr qurmaq üzərində fokuslanması bir daha onu göstərir ki, burada heç bir halda Ukraynanın ərazi bütövlüyünün bərpası, ədalətli sülhün bərqərar olmasından söhbət getmir. Sadəcə hərbi əməliyyatlar dayansın və biznes maraqları önə çıxsın. Bu, elə Donald Trump'ın özünün şəxsi xarakterinə, elə Steve Witkov da New York kökənli bir əmlak milyarderidir, işte diplomat deyil. O da bu prosesə maliyyə maraqlarından baxır ki, bu müharibə dayansın, həm Ukrayna, həm Rusiya, həm ABŞ öz ticarət əlaqələrini yenidən bərpa eləsin. Belə olan halda təbii ki, Avropa kənarda müşahidəçi qismində qalır. O zaman belə bir sual yaranır, nə gərək vardı 3-4 il bundan əvvəl bu müharibəni təşviq eləməyə və Ukrayna ilə Rusiyanın bu müharibəsinə gətirib çıxarmağa. Əhməd bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Bəli, biz artıq dedik ki, Ukrayna nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına gedib və hər iki tərəfin müxtəlif şərtləri və yaxud da planları var deyə bilərik. Bu kontekstdə də Birləşmiş Ştatlar və Ukrayna danışıqlar aparacaq.